İlham Əliyev Paşinyanla görüşdü. Əliyev-Paşinyan görüşü. Masadakı bu detal diqqət çəkdi. Paşinyan Zəngəzur dəhlizinə yeni ad tapdı. Zəngəzur müəmması. Paşinyanın yeni ritorikasının səbəbi bilindi. Köçəryan siyahı verdi. Kreml məyus etdi. Regionu çalxalayan xəbər. Hərbi hazırlıq pik həddə. Qoşun hərəkətə keçir. TRT-ni Qarabağa görə tənqid etdi. Hörmətsizlikdir. Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub. Görüşdə tərəflər Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın təşəbbüsü ilə keçirilmiş Washington sülh sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Azərbaycan prezidenti və Ermənistanın baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıblar. Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIP layihəsini müzakirə ediblər. Washington bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliyi ilə qəbul edilmiş qərarı alqışlayıblar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər. Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Danimarkaya səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Paşinyanın sosial şəbəkə hesabında görüşdən video paylaşılıb. Liderlərin söhbəti zamanı bir detal xüsusi diqqət çəkib. Belə ki, masada əvvəlcə baş nazirin qarşısında fincan olduğu görünür. Növbəti görüntülərdə isə Azərbaycan prezidentinin qarşısında 2 fincan müşahidə edilir. Bu, liderlər arasında söhbətin bir qədər uzun çəkdiyini göstərən detal kimi qiymətləndirilir. Azərbaycan Zəngəzur dəhlizi deyir, qoy desin, söhbət Ermənistan ərazisindən getmir. Axar TV Qlobal İnfoaza istinadla xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. 1000 dəfə üzr istəyirəm, bəlkə də Albert Einstein'in adını qoymağa qərar veriblər. Qoy versinlər. Bunun bizim suveren ərazimizlə heç bir əlaqəsi yoxdur. İmzalı kağızım var. Paşinyan qeyd edib. O iddia edib ki, Zəngəzur dəhlizi termini Ermənistanla bağlı deyil. Horadiz-Zəngilan yolu daha uzundur. Zəngəzur dəhlizi deyirlər. Desinlər, problemimiz yoxdur. Razılaşdırılmış ad TRIP marşrutudur. Qeyd edək ki, Ermənistanın Zəngəzur vilayətindən keçəcək yol beynəlxalq lüğətdə də daha çox Zəngəzur dəhlizi kimi təqdim olunur. Rusiyanın Ermənistandakı səfiri bəyan etdi ki, Rus hərbi bazası 2044-cü ilədək Ermənistanda qalacaq və İranla sərhədin təhlükəsizliyinə nəzarətə davam edəcək. O qeyd edib ki, Rusiyanın Qafqazdan sıxışdırılıb çıxarılması mümkün deyil. Bu sözləri Qlobal İnfoaza siyasi şərhçi Şəhla Cəlizadə deyib. Ekspert bildirib ki, Paşinyan Ermənistanı qərbə yaxınlaşdırmağa, Avrointeqrasiya xəttində görünməyə çalışsa da Rusiyadan asılılığı sonlandırması indiki halda mümkün deyil. Bu sözlər həm də Zəngəzur dəhlizində keçid sisteminin Rusiya təsirindən kənarda formalaşdırılmasına dair xarici dairələrin istəklərinə yönəlmiş mesaj idi. Odur ki, Rusiyanın təsiri Ermənistan siyasi elitasında, hətta ən qərbpərəst hökumətində belə daim bu və ya digər formada hiss ediləcək. Paşinyan 9 may qələbə paradında iştirak etməklə Rusiyaya sədaqət mövqeyini göstərdi. Daha sonra 24 iyulda Altay sammitindən qaydanda da Zəngəzur dəhlizi mövzusunda iki başlı açıqlama verdi. Odur ki, Paşinyanın Qlobal Atom Forumunda iştirakından, Rusiya ilə AES-in yenilənməsi ilə bağlı yeni razılaşmalar əldə etdikdən sonra İrəvanın Kremlə yaxınlaşması, həmçinin dəhlizlə bağlı ritorikanın sərtləşdirməsi təəccüblü deyil.
Bir neçə gün əvvəl Robert Köçəryan Moskvada Kremlin erməni məsələləri üzrə kuratoru Sergey Kriyonko ilə görüşüb və respublikanın daxili siyasi məsələlərini, o cümlədən 2026-cı il seçkisini müzakirə edib. Bu barədə Hraparak mənbələrinə istinadən məlumat yayıb. Köçəryan Kriyonkoya seçkidə uğur qazanmağın düsturunu təqdim edib. Bu, müxalifətin birləşdirilməsini və hökumətlə mümkün qədər geniş cəbhədə mübarizəni, eyni zamanda maliyyə xərclərini nəzərdə tutur. Kreml rəsmisi heç bir konkret öhdəlik götürməyib. Üstəlik o, əməlli başlı aydınlaşdırıb ki, onlar Ermənistanın üzərindən əllərini çəkiblər, mənbə bildirib. Pentagon İrana zərbə zamanı istifadə olunan ağır bunker tipli 14 mərminin istehsalı və əvəzlənməsi üçün Boeing şirkətinə 123 milyon dollara-dək vəsait ayırmağı planlaşdırır. Bu barədə Bloomberg Pentagondan məlumat əldə edib. Bildirilir ki, hər bir belə mərminin çəkisi 13,5 tondan çox, uzunluğu isə təxminən 6 metrdir. Bu, dünyada ən böyük dəqiqliklə idarə olunan silahlardan hesab edilir. Bu tip bombalardan İranın nüvə obyektlərinə zərbə məqsədi ilə istifadə edilir və ilk dəfə 12 günlük münaqişə zamanı tətbiq olunub. Nəşrin məlumatına görə bu, Amerika Birləşmiş Ştatlarının yaxın zamanlarda İrana endirəcəyi zərbələrin anonsu ola bilər. Tanınmış Türkiyəli YouTuber Onur Naci Öztürklər TRT-də daxil olmaqla bəzi kanalların futbol şərhçilərini tənqid edib. Öztürklər adı çəkilən kanalların aparıcılarını Qarabağ klubunun oyunlarını zəif şərh etməkdə ittiham edib. Azərbaycanda Qalatasarayın, Beşiktaşın oyunları yayımlanan zaman spikerlər bizim klublarımız qol buraxanda pis olur. Rəqib komandanın hücumunu sakit şəkildə şərh edirlər. Bizim qollarımıza isə öz qolları qədər sevinirlər. Amma Benfica Qarabağa qol vuranda bizim spikerlər qışqıraraq, həyəcanlanaraq şərh etdilər. Kopenhagenin hücumunu həyəcanla şərh edirlər. O insanların ölkələrində sizin klubların oyunlarını şərh etməsinə baxmısınız? Bu nə hörmətsizlikdir? Öztürklər bildirib. Son 2-3 haftadır TRT'nin ve TABİ'nin yapımcılarına, spikerlerine acayip uyuzum. Sebebini burada söyleyeyim, belki bir şey başlar, hani bir algı başlar. Abicim, bu insanlar Karabağ maçı var şimdi. Azerbaycan'da senin Türkiye'nin, işte Galatasaray'ın, Beşiktaş'ın maçlarını verirken spikerler bizim takımlar gol yediğinde üzülerek anlatıyor. Karşı takım atağa çıktığında sakinleşerek anlatıyorlar maçları ve senin golünde de tıpkı onlar gol atmış gibi seviniyorlar. Ya geçen hafta, ondan önceki hafta Karabağ'la Benfica'nın maçı vardı. Karabağ gol yiyor. Spiker bağırarak, heyecanlanarak anlatıyor. Şimdi Kopenhag'la maçı var. Allah'tan Karabağ 2-0 yeniyor da Kopenhag atak yapıyor, heyecanlanarak anlatıyorsunuz. Ya kardeşim, o insanların ülkelerinde sizin maçlarınızı anlatma şekline hiç bakıyor musunuz ya? Bu ne büyük bir saygısızlık. Karabağ nerenin takımı ya? Bunu yapacağın iki takım var zaten. Bir Galatasaray var Şampiyonlar Ligi'nde, bir Karabağ. Bunu yapacaksın ya. Ya insanı sinirlendiriyorsunuz. Bir de Türk kanalısınız ya.